Bu 21-ci sual böyük marağa səbəb olan suallardan biridir. Hətta bu 7-ci sinifdə də var idi. Orada da səhv eləyən cavablar var idi. Orada da izah eləmişəm. Burada da çalışım ki, biraz ətraflı izah olsun. Deməli, 130 addımlıq bir məsafə var. Bax, burada çəkilik göstəriblər. Bunlar qarşılaşırlar. Və bu Zeynəbdir, bu da Zəhradır. Bunlar qarşılaşıldığı vaxtda məsələ buradadır ki, 390 seçən variantlar səhv eləyirlər. Niyə? Məsəl üçün, bunlar hansı bir nöqtədə burada görüşdülərsə, da artıq görüşürlər də. Məsələn, burada deyir ki, qarşılaşdırıldığı anda və burada qarşılaşıblar da, geriyə addım atmayacaqlar. Və məsələ odur. Məsələ odur. 390 tapanlar neynəsin qısa olaraq? Nə qədər irəli atırdılar? 4 irəli, 6 irəli, 10 irəli. 390-dan, bax, 10 bu, 10 bu ya, amma ya. 20 çıxacaqsınız, alacaqsınız cavabı 370. Amma gəlin izaha baxaq. Deməli, baxaq birinci Zeynəb üçün. Zeynəb 4 irəli, 2 geri. Bax, 4 irəli, 2 geri. Yəni, ümumilikdə nə qədər? 4 üstdən gəlsin. 2, 6 addım atır. 6 addımda 4 çıx 2, 2 irəli düşür. Deməli, Zeynəb 6 addımda 2 irəli düşür. İndi gəlin bunu Zəhra üçün də baxaq. Zəhra 6 irəli, 3 geri. Deməli, 6, 3 ümumi addımların sayı 9 olur. 9 olur. Gəlin baxaq görək 6-dan 3 çıxa görək geriyə düşür axı 3 geri. 6-dan 3 çıxanda 3 düşür bunun deməli addımı irəli. Yəni ki, bu Zeynəb 6 addıma 2 irəli düşür. Zəhra isə 9 addıma 3 irəli düşür. Bunlar yəqin ki, aydındır. Ümumilikdə bunlar 130 addımlıq məsafə qət eləməlidirlər. Amma biz nə etməliyik? Fikirləşməliyik ki, və bunların da addımları eynidir. Addımlarının uzunluqları da eynidir. Bu bizə kömək edə bilər. Məsələn, bunlar 6 addıma 2 irəli düşür də, düzdürmü? 2 irəli düşürsə, məsələn, addımların sayı bunun x olsa, digərinin addımların sayı x olsa yenə, çünki hər ikisinin addımları sayı eynidir axı. Nə qədər olacaq bu? 2x olacaq, bir də 3x olacaq. Və bunların cəmi də bizə nəyə bərabərdir? 130-a bərabərdir. 130-a bərabərdir. 130-luq addımlıq məsafə. Bu da nə qədər deyir? 5x bərabərdir deməli 130-a. Bir dənə diqqətlə baxın. X də buradan nəyə bərabər təbii ki? 26-ya. İndi dayan. Bu 26-nı alandan sonra bir dəqiqə dayanaq. 26-nı alandan sonra biz nə etməliyik? Bizim addımlarımız nə idi ümumi addımlarımız? 6 1-ə atırdı, 9 1-ə atırdı. Yəni ki, 6 ilə 9-u toplayırıq. Eləyir nə qədər? 15. 15 addım ümumi. İndi isə 26 cəhd. 15 deməli 26 cəhd eləmişik də, düzdürmü? Biz bunu artıq nə etməliyik? Bu formada yazmalıyıq, baxın. 26, gəlin belə eləyək. 15-i vuraq 26-ya. 15-i 26-ya vursaq biz alacağıq deməli 20 dənə 390. Alacaq 390. İndi tələsməyək. Yəqin ki, 390-da dayanacağıq biz. Kim 390 seçibsə. 390 bizim cavab ola bilməz. Niyə? Çünki biz burada geriyə də addım atdıq. Biz artıq burada qarşılaşdıqsa geriyə niyə addım atırıq? Deməli, bizim əlimizdə 4 irəli, bir də 6 irəli olub axırda. Yəni, ümumilikdə 6 ilə 4. Yəni, Zeynəb 4 irəli atıb, bir də Zəhra 6 irəli atıb və bunlar qarşılaşıblar. Yəni, 10 addımda. 10 addımda. Amma necə? Belə deyək də, 10 artıq 2 nəfər olduğu üçün, bunlar 2 nəfərdir də. 2 nəfər üçün bunların addımların sayı nə qədərdir? 2 qatı olacaq bunun. Bunun 2 qatı olacaq. Bunun 2 qatı. Yəni 20 olacaq. 4 biri, 6 biri olacaq 20. Olacaq 20. Addımların sayı hərəsində eyni olduğu üçün. Bu x söhbətinə görə. X söhbətinə görə. Deməli, nə olacaq? 20. Bu 390-dan 20-sini sən deməli, nə etməlisən? Çıxmalısan. Olacaq 370 cavab. Yəni 21-ci sualın cavabı B variantı olacaq. Gəlin indi belə eləyək. Bu x-i 26 tapdıq da, düzdürmü? X-i 26 tapdıq. Gəlin belə eləyək. 25 götürək. Görün nə baş verək. Deməli, biz
6 ilə 15-i vurmalıyıq 25-ə. Bu bizə nə verəcək? Yəni bir cəhdini oradan çıxıram da elə bil ki. 25-i 15-i vuran deməli 375 eləyəcək. Eləyəcək 375. 375 24-ə vuraq yəni. Çünki 2 var azaldıq da. 24-ə vursaq neçə eləyəcək? 24-ə vursaq 360. Eləyəcək 360. Bəli. Bax bu daha yaxşıdır. Mən bunu 7-ci sinifdə bu formada izah etmişəm. X-larla izah eləməmişəm orada. Burada daha aydın oldu X tapandan sonra. 26 tapdıq. Bunu götürürəm 24. Çünki cəhd nə deməkdir? Bir digərinə Zeynəb üçün, bir də Zəhra üçün cəhd. Yəni buradan 2 cəhdi çıxıram. 24 qalır. 24-ü vururam normal qayda ilə 15-ə. Yəni 6 ilə 9-un nə ilə? Cəminə. Yəni normal qayda ilə 360 tapıram. İndi 360 24 cəhdədir. 360, baxın, 360 üstə gəlinsin Zeynəbin 4 irəli atdımı? Üstə gəlinsin Zəhranın 6 irəli atdımı? Gerilər lazım deyil. Nə qədər eləyir? 360, bu da 4-dən 6-nın cəmi 10. 370. Yəni bundan sonra yəqin ki, sualınıza aydınlıq inanıram ki, gələcək. Yəni 20-ci sualın cavabı B variantıdır. Sual da tam doğrudur. Çünki bəziləri deyir ki, sualda səhv var, yoxsa yox. Sual doğrudur və cavab da 390 yox, 370-dir.